Bismillah. 26 may üçün bürclərin enerjisi, daha konkret qərarlar, gecili fürsətlər və bəzi ani dəyişikliklərlə bağlıdır. Bu gün ağılla hərəkət edən qazanacaq. Günün ümumi enerjisi 26 mayda məntiq və səbir ön plandadır. Tələsən uduza bilər, amma planlı davrananlar böyük qazanc əldə edə bilər, xüsusilə pul və iş mövzusunda. Qoç, yeni başlanğıc üçün yaxşı gündür, amma hər şeyi birdən etməyə çalışma. Boğa, pul enerjin davam edir, gözlənilməz qazanc ehtimalı var. Əkizlər, bir xəbər həyatına təsir edə bilər, diqqətli qərar ver. Xərçəng, duyğuların səni çaşdırmasın, sakit qalmaq vacibdir. Şir, uğur davam edir, xüsusilə iş və şəxsi həyat balansında qazanan tərəfsən. Qız, maddi məsələlərdə diqqətli ol, kiçik səhv böyük itki yarada bilər. Tərəzi, sevgi və münasibətlərdə gözəl dönüş var. Yeni başlanğıc mümkündür. Əqrəb, gizli rəqabət hiss olunur, hər kəsə açılma. Ox atan, şans sənin tərəfindədir, risk etsən qazanmaq ehtimalın yüksəkdir. Oğlaq, əziyyətinin bəhrəsini görməyə başlayırsan, pul və işdə irəliləyiş var. Dolça, planların dəyişə bilər, elastik olsan zərərdən qaçarsan. Balıq, intuisiyan səni doğru yola aparacaq, qərar vermək üçün yaxşı gündür. Günün ən şanslı bürcləri: Boğa, Şir, Ox atan, Oğlaq. Günün ən gərgin bürcləri: Xərçəng, Qız, Dolça.